Bütün əti, tərəvəzləri bir yerdə qəşəng qarışdırdıq. Belə olanda dadı da daha maraqlı olur. Bütün hamısının dadı bir-birinə qarışır. Qazanın içərisinə qəşəng indi yığacağıq. Qazanın içini çək. Gördüyünüz kimi qazanımız da çox genişdir. Yəni mən fikirləşirdim ki, yerimiz çatmaz, amma kifayət qədər də biraz da artıq eləmək olardı. Türklərdə baxıram, çox vaxt ustalar hazırlayır, sonda yerləşdirə bilmirlər. Burada da bunun dadı duzunun suyundadır, pomidorun suyundadır. Və bu hazırladığımızın da üzərinə belə tomatın üzərinə su qatırıq, qarışdırırıq belə duru formada. Burada çoxdur, bunun hamısını qatmayacağam. Çünki bu yeməyə belə əlavə biz su tökmürük, bəs eləyər. Və ən sonda da qəşəng bunun üzərinə çərə yağı qoyacağıq. Bu yeməyin dadı duzu bunun yağında. Əla. Bunu inşallah qoyacağıq indi dəm qazının üstündə. Bir 3 saat müddətində inşallah bişəcək.